Zəfər günü bizim bayrağımızdır. Bu zəfər bayramıdır. Bu rəşadət bayramıdır. Bu ədalət bayramıdır. Bu milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Və əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa bir revanşist meyllərə əl atsa, görəcəkdir bizim yumruğumuz. Bizim yumruğumuz yerindədir.